qüsursuz niyet öz adının haqqını verir, yəni həqiqətən. Esmira xanımın bir sözü var, danışmayan qalmasın. Mən Qasımova Safiyanın maması. İlk öncə onu deyim ki, biz çox mərkəzlər gəzdiyimizə görə, axır qüsursuz nitqi bizə məsləhət gördülər. Şansımızı burada da bir denəyək dedik. İlk dəfə Esmira xanımın qəbulunda olanda Safiyanın necə deyim, exalaliyası çox idi. Göz kontaktı yox idi ümumiyyətlə. Anlama, qavrama çox zəif idi. Yüksək səsə qarşı reaksiyaları hədsiz idi. Ümumi götürəndə 98 indekslə gəlmişdi. Mən ilk aylarda nəticəni gördüm. Çox da məmnun qaldım. Ona görə biz davam eləməyi düşündük. Çox şükürlər olsun ki də davam eləmişik. Çünki Safiyə bu etapları nədən ki şikayətçi idi, hamısını demək olar aşıbdı. Exalaliya aradan qalxıb, göz kontaktı qurulub, çox sözdən ibarət cümlələri artıq qurur. Məktəbdə əlaçıdır. Şərəf lövhəsində belə şəkli var. Şükürlər olsun. Buna görə mən rəhbərliyi biz Esmira xanım başda olmaqla, Zabrat filialının icraçı direktoru Adilə xanım olmaqla, Sofinin üstündə əziyyət çəkən bütün mütəxəssisləri haqqlarını halal eləsinlər, əziyyətlərini halal eləsinlər. Ona görə rəhbərlikdən tutma Zabrat filialının bütün mütəxəssislərinə öz təşəkkürümü bildirirəm. Neçə müddətdir üstünüzdən? 1 il 2 aydır. Böyük yaşda olmasına baxmayaraq nəticə gördüyümüzü göstərməyə yəni böyük yaşlı uşaqlarda. Düzdür, Sofiya biz bura müraciət edəndə 9 yaşı var idi, düzdür. Bir uşaq üçün o böyük yaşdır, düzəlməyə də biraz vaxt aparır. Amma çox şükürlər olsun ki, Sofiya 1 ildə demək olar ki, biz bura gəlirik. 1 ildə gördüyümüz nəticə həqiqətən mükəmməldir. Yəni o yaşda uşağın düzəlməyi həqiqətən mükəmməldir. Yəni o yaşda uşaq 4-5 dənə sözü arxa-arxaya cümlə qura bilmirdi. Amma bura gəldiyimiz bir müddətdə artıq Sofiya hər cürə, yəni uzun bir məsafəli, uzun bir cümlələri qurmağı bacarır. Yəni anlama qavraması var. Yəni bu yaşda uşağın anlama qavramağı təbii ki, normalda uşaqda olmalıdır, amma Sofiyada o yox idi. O da aradan qalxıbdı. Exalaliya yenə deyirəm, hədsiz idi. Onlar aradan qalxıbdı. Yəni 1 il içində biz nəticələrimiz mükəmməl olubdu. Yəni yaş baxımından, yəni çox mükəmməl. Başqa valideynlərin nəsə? Başqa valideynlərin sözün açığı mən bura gələndən çox məsləhətlər görmüşəm. Yəni başqa bir, mən çünki mərkəzlər çox gəzdiyimə görə, bura gələn valideynlər, mən bura uzun müddətli gəldiyimə görə məndən məsləhət alırlar. Ona görə deyirəm ki, həqiqətən də başqa bir yerə heç getməyə ehtiyac da yoxdur, həqiqətən. Çünki özüm gəzmişəm, özüm bilirəm. Ona görə də məsləhətini sadəcə deyirəm ki, həqiqətən də qüsursuz niyet öz adının haqqını verir, yəni həqiqətən. Esmira xanımın bir sözü var, danışmayan qalmasın. Həqiqətən də yaş problemi yoxdur, yaş məhdudiyyəti yoxdur. Bütün yaşlara baxmayaraq ki, hər bir şey də mükəmməldir.